İndi bizim panelin ikinci spikeri olan Şəbnəm xanımı dəvət eləmək istəyirəm. Zəncin təcrübəsi bizlə bölüşsün. Hər vaxtınız xeyir. Birinci belə bir sual vermək istəyirəm. Hardasa zalda bir 50-yə yaxın insan qalıb, amma niyə ən arxalarda əyləşmisiniz? Məncə, əgər xahiş etsəm, yerinizi rahat doymasız bilirəm, amma önə gəlsəniz belə daha rahat söhbət etsək çox şad olarıq. Çünki hərə bir tərəfdədir, görək, göz təması çox önəmlidir, mənə də maraqlıdır sizin yanaşmalarınız. Siz gəldiyiniz müddətdə mən özümü tanıdım. Şəbnəm Hümbətova, artıq 8 ilə yaxındır ki, marketinq sahəsindəyəm. Düzdür, bunu hər zaman mən 8 il desəm də, bu 8 ilin uzun bir müddəti bir şirkətdə keçib. Daha çox 5 il bir elektronika şirkətlərinin birində çalışmışam, bəlkə də bilən bilir. Amma eyni zamanda mən bu sahəyə ümumiyyətlə gəlmişəm PR tərəfdən, jurnalistika fəaliyyətindən. Məlum olanlar, tanıyanlar bilir ki, mənim həm də efir təcrübəm olub. 8 il ərzində televiziyada çalışmışam, fərqli televiziyalarda çalışmışam və sonra gəlib marketinqi kəşf etdim və marketinq mənim üçün artıq başqa bir, necə deyərlər, bir anlayışla, bugün bəhs edəcəyim bir mövzu ilə bağlı mövqelənməsi başqa bir yerdə oldu. Biz döyüş meydanı panelindəyik və deyim ki, əslində bu qədər zalda qalanlar, o əsl döyüşçülər elə indi qalanlardır. O axşamdan qoyuna gedən çox olur, amma səhər kim durur gedir, o bəlli olmur da. Ona görə burada indi döyüş meydanına əsl gedənlər elə sizsiniz. Biz elə başlayaq o zaman. Bugünkü mövzumu mən mövqeləmə üzərindən getmişəm. Əslində, panellər başlayanda əvvəldən axıra qədər bir çox insanların suallarını da əhatə eləyirdi bu növdə. Görürdüm ki, insanlarda emosional qərar necə verə bilərlər, süni intellekt nə qədər təsir edə bilər, ümumiyyətlə qalacaqmı, qalmayacaqmı? Maraqlı suallar idi və hər dəfədə həmkarımızla, Anar bəylə söhbətlə deyirdik ki, bu bizim panelə aid sualdır. Bu bizim panelə aid sualdır və bunlara da toxunmağa çalışacaq. Mövzumun adını belə başladım ki, market share, yəni bazar payından zehin payına. Doğrudan da belə olmalıdırmı? Amma bu mövzu ilə bağlı belə bir sual verim ki, daha doğrusu belə bir təcrübəmi paylaşım ki, artıq son bir ili Marlab Grow Agency-də çalışıram və marketinq konsultant olaraq çalışıram. Bu mənə nə əl verdi? Mən 5 il ərzində bir şirkətdə fəaliyyət göstərirdim. Orada bütün marketinqi dərindən izləyirdimsə bir sahə üzrə. Bu bir ildə mən saysız, yəni 8-9 şirkət, hətta 10 deyərdim ki, 10 şirkətin daxilinə daxil ola bilirik, onların bazardakı fəaliyyətini, bazar payı ilə mübarizəsini, insanların zehnində tutma yeri ilə bağlı strategiyası, auditi hər bir işlə məşğul olmuşuq. Və gördüyümüz də odur ki, günü bugün Azərbaycanda bir çox şirkətlər, hətta qlobalda da belədir, onlar bazardan, bazar meydanında döyüş aparırlar və ən yaxşı silahları olan, düşünürlər ki, məhsul və xidmətdir, silahlarını götürürlər və bazar payı meydanında döyüş aparırlar. Amma belə də bir xəbər var ki, qlobalda artıq tanınmış brendlər bu meydanı çoxdan boş qoyub. Onlar mübarizəni, onlar müharibəni əvvəlcə başqa meydanlarda aparırlar. Və bu müharibəyə yönü də hələ uzun illər əvvəl, hardasa 50 il əvvəl, 1969-cu ildə bugün mövqilənmənin, positioning dediyimiz o anlayışın atası olan Jack Trout öz məqaləsində, Industrial Marketing məqaləsində yazmışdı. Məqalə uzundur, tapıb baxa bilərsiniz. Mövzumu bugün nəzəriyyədən danışmayacağam, amma məqalənin məğzi maraqlı idi. Biznesdə əsl döyüş meydanı bazar deyil, potensial müştərinin zehnidir. Çox maraqlı məqamdır. Bura keçmədən əvvəl də belə bir sual verim. Niyə? Günü bugün bəzi brendlər məhsul çıxardanda qapılardan növbələr yaranır o məhsulu əldə etmək üçün. Bəzi brendlər isə inanılmaz dərəcədə endirim eləyirlər, amma satış eləyə bilmirlər. Elə bugünkü çıxışımın cavabı da məhz bu sual olacaq. Amma bundan əvvəl də deyim ki, biz mövqelənmədən danışacağıq və mövqelənmə bir markanın, insanın zehnində müəyyən bir anlayışa sahib olması deməkdir. Yəni, Azərbaycanda artıq siz görəcəksiniz ki, bunun üçün çalışan markalar çox azdır. Amma istəsəniz də, istəməsəniz də artıq müştərilərinizin zehnində müəyyən bir yer tutmusunuz. Yəni, siz ola bilər ki, müştərinizin beynində ən bahalı, ən ucuz, sürətli, daha keyfiyyətli və yaxud da əksinə daha keyfiyyətsiz olaraq mövqelənirsiniz. Bu da maraqlı bir məqamdır ki, biz bunun üçün çalışmırıq, amma bazar bizi mövqeləndirir. O zaman nə edə bilərik?
Əslində bu mövqelənmə ilə bağlı kifayət qədər marketinq mütəxəssisləri, marketoloqlar daha yaxşı bilirlər, onları araşdırırlar, sahibkarlar da oxuyanlar var aralarında. Marketinqin atası Philip Kotler fərqli bir söz demişdi. Müasir brendinqin atası David Aker fərqli bir cümlə deyir. David Ogilvy fərqli bir cümlə deyir. Hətta bu gün tələbələrlə zalda da söhbət eləyəndə tələbələrin ən çox tanıdığı Seth Godin, hansı ki Bənövşəyi İnək kitabı ilə tanıyırsınız. O da çox fərqli bir sözlər deyir, fərqli məqalələr, kitablar yazırlar və çox maraqlı məqamlar var. Yəni diqqət etməli olduğumuz məqamlardan biridir. Və insanların zehnində hansı boş yeri tutacaqsan? Əsas suallardan biri də budur. Az əvvəl vurğuladım. Sən istəsən də, istəməsən də bazar artıq səni mövqeləndirir. Və mövqelənmə rəqiblərin olduğu yerdə olur. Rəqiblər yoxdursa, sən olduğun yerdə mövqelənə bilmərsən. Bunun üçün biz baxmalıyıq bazardakı boş yerlərə yox, insanların zehninə və rəqiblərimiz hardadır ora. Gəlin sizə bir qısa bir nümunə göstərəm. Tutaq ki, bir yeni brend yaratmaq istəyirəm avtomobil sahəsində və mövqelənməyə çalışıram. Qiymət və keyfiyyət üzərindən belə bir cədvəlim var. Artıq rəqiblərim hardadır? Bu cədvələ baxıram. Görürəm ki, ənənəmi mövqelənən yerlərdə, hansı ki, qiymət olaraq, keyfiyyət olaraq kifayət qədər yaxşı brendlər öz yerlərini tutublar. O zaman nə etməliyəm? Bu brendi yaratmamalıyam, yoxsa necə? Axı, mən də istəyirəm avtomobil sahəsinə daxil olub. Pullu sahədə istəyirəm o sahəyə girim. O zaman qiymət və keyfiyyətdən əgər gedə bilmirəmsə, fərqli sahədə mövqelənməyə baxacam. Bəlkə klassik avtomobil sahəsinə girim. Bəlkə daha çox konfor avtomobilə, bəlkə prestij. Əslində baxırıq ki, burada da mövqelənmədə kifayət qədər tanınmış brendlər var. Mən BMW ilə, mən nə bilim Renault ilə, Kia ilə, bunlarla mən mübarizə apara bilməyəcəm. O zaman nə edə bilərik? Tesla kimi yeni bir kateqoriya yarada bilərik. Tesla gəlib demədi ki, mən də qəşəng maşın istehsal edirəm, məndən alış-veriş edin. Tesla insanların beynində həmin o anlayışı, o mövqelənməni dəyişdi. Yeni kateqoriya yaratdı. Dedilər ki, əgər ekoloji avtomobil istəyirsinizsə, gələcəyin texnologiyasını istəyirsinizsə, prestiji də eyni anda qatmaq istəyirsinizsə, innovativ istəyirsinizsə, biz varıq. Və onlar yeni məhsulu, yeni bir kateqoriya yaradaraq insanların beynində mövqelənmiş oldular. Mən son bir ili müşahidəmi, son bir il deməyim də, bu daha əvvəldən də olmuşdu, amma son bir il daha sıxdır. Bizim brendlərlə söhbət eləyəndə mən görürəm ki, daha çox onlar deyirlər ki, bizim rəqibimiz yoxdur. Ən böyük problemlərdən biri də budur. Sahibkarlar düşünür ki, bazarda onların rəqibi yoxdur. Yəni kimisə deyəndə ki, filan kəsdə var axı, deyir ki, o çox güclü deyil, onlar hələ gəlib bizə çata bilməyəcəklər. Amma elə deyil. Və hər kəs də eyni dildə danışır. Hamı deyir ki, biz etibarlıyıq, biz keyfiyyətliyik, biz sürətliyik. Problem də olur ki, əgər hamı eyni dildə danışırsa, əgər hamı ən yaxşıdırsa, o zaman heç kim fərqlənmir. Amma mövqelənmə fərqlənmədir. Fərqlənmə seçim etməkdir. Seçim etmək isə təkcə nə olduğunu deyil, eyni zamanda nə olmadığını da bilməyi fərqinə varmaqdır. Və uğurla müqayisə etdiyim meydandan asılıdır. Görürük ki, bugün hamı deyir ki, mən bazar payında birinciyəm, liderəm, birinci yerdə tuturam, çünki ən çox satışı özüm eləyirəm. Yox. Əslində, insanların beyninə daxil olmanın ən asan yollarından biri, bəli, birinci yerə sahib olmaqdır. Amma bu, bazarda pay olaraq lider olmaq demək deyil təkcə. Eyni Tesla kimi. Bugün təhlükəsizlik deyəndə avtomobil sahəsində ağla gələn Volvodur. Amma Volvo dünyada ən çox avtomobil satan marka deyil. Onlar sadəcə təhlükəsizlik anlayışında daha çox fokuslanmış oldular. Və yaxud da Spotify musiqi anlayışında insanların zehnini dəyişdi. Onların yerini müəyyən artıq başqa bir mövqelənməyə keçmiş oldular. Bugün qlobal brendlərə baxaq. Google'dur, McDonald's'dır, daha sonra fərqli şirkətlərə baxdığımız zaman Coca-Cola'nın özü olsun. Deyirik ki, onlar böyük olduqları üçün liderdirlər. Amma halbuki sistem əksinə işləyib. Onlar insanların zehnində müəyyən bir yer tutublar, daha sonra bazar liderinə çevriliblər. Onlar mövqelənmədə əsas məqam o deyil ki, sən hamını ötəsən, hər sahədə ötüb birinci olasan. Sən mövqelənmədə bir sahədə birinci olmağı bacarmalısan. Bunun üçün də müştərinin ehtiyacına baxmalısan. Mənim müştərim məndən hansı həlli gözləyir? Məni rəqiblərindən fərqləndirəcək o həll hansıdır? Və o həll üzrə sən mövqelənə bilərsən. Bugün də həmin o problemə görə də nə olur? Fikir verirsinizsə, burada oyunçular da fərqlidir, amma döyüş meydanı bəllidir. Brend bir şey deyir, satış komandası başqa cür işləyir, reklam ayrı bir mesaj verir, sosial media isə başqa bir obraz yaradır. Və ona görə də bax, bugünkü o mövqelənmə problemi Azərbaycanda ən çox bu sahədə müşahidə edilir. Bu demək deyil ki, yoxdur. Var. Sadəcə şirkətlər fərqlənmək istəsə də belə mesaj verirlər. Biz premiumuq. Bunu hamı deyir. Biz münasib qiymətli təklif edirik.
Bunu da hamı deyir. O zaman nədir problem? Yaxşı, bəs necə fərqlənə bilərik? Hətta belə bir misal da verə bilərəmsə ki, gəlin kosmetika bazarına baxaq. Kosmetika bazarının özündən gedək ki, məsəl üçün, onlar öz müştərilərini seçməyə çalışırlar. Deyirlər ki, sual verir ki, siz kimə satırsınız? Deyirlər ki, biz hər kəsə satırıq. Bütün xanımlara, bütün yaş kateqoriyasında olan xanımlara satış eləyə bilərik. Amma mesajı da fərqli-fərqli verirlər. Və insanın zehni o qədər qəlizdir ki, onlar bütün informasiyanı qəbul etmir. Bizim zehnimiz bütün informasiyanı qəbul edəndə onu filtrə keçirdir, sadələşdirir, mesajı aydınlaşdırır. Aydın mesaj varsa avtomatik onu götürür, bir kateqoriya yaradır və o kateqoriyaya maksimum 1 və yaxud da 2 brend yerləşə bilər. Və hər zaman da fərqli-fərqli mesajlarla ilk təəssüratı yaratmağa çalışırlar. Amma sizin ikinci dəfə ilk təəssürat yaratma şansınız yoxdur. Sizin deyərkən mən bazarı nəzərdə tuturam. Onlar bunu nəzərə almalıdırlar. Və kosmetika sahəsinə geri dönsək, belə bir sual versəm ki, həmin sahibkara ki, müştəri sizi niyə seçir? Cavabı bu olacaqdır ki, biz keyfiyyətli kosmetika satırıq. Yaxşı, bunu qəbul edək. İkinci sualım, müştəri sizi niyə seçmir? Bu sual ümumiyyətlə sahibkarlara ağır gəlir. Deyirlər ki, elə şey olar, mən hər şey yaxşıdır, əladır, məni niyə seçməsin ki, seçməmək üçün səbəb. Maksimum bir-iki nəfər bəyənməyə bilər, sosial mediada yazacaq vəssalam. Çox vaxt cavabsız qalır. Üçüncü sual ümumiyyətlə cavabsız qalır ki, siz kimə bilərəkdən satmırsınız? Düşünürlər ki, biz bilərək hamıya satmalıyıq. Biz nə qədər çox satış etsək, bazarda da o qədər lider sahibi olacaq, o qədər lider olacaq və bazar payı da bizim olacaq. Halbuki proses əksinə işləyir. Gəlin bunu doğru tərəfindən baxaq. Kosmetika şirkətinə sual verək ki, müştəri sizi niyə seçir? Və cavab verir, həssas dərilər üçün olan kosmetika məhz bizdə satılır. İkinci sualımı veririk ki, müştəri sizi niyə seçmir? Çünki biz bahalı məhsullar satırıq. Yaxşı, üçüncü sualıma, bəs siz kimə bilərək satmırsınız sualını versəm, onlar cavab verəcək ki, ucuz alternativ axtaranlara. Demək ki, target daha dəqiqdir, mesaj daha aydındır, mövqilənmə də artıq öz yerindədir. Və güclü mövqilənmə də yalnız kimi seçdiyini, kimi seçdiyinizi yox, kimi seçmədiyinizi bilməyi də tələb eləyir. Siz hər kəsin zehnində mövqilənə bilmərsiniz. Bunun üçün bəzi insanları, bəzi müştəriləri qurban verməlisiniz. Və bugün artıq mövqilənmə deyəndə hər kəs fərqli mesajı nəzərdə tutur, amma mesaj deyil. Brendlər mesajın vahid bir mesaj, qlobal brendlərdən söhbət gedir həqiqətən də. Onlar bir mesajın üstündə dayanırlar və dayanmadan o mesajı təkrar edirlər. Çünki yaddaş təkrar vasitəsilə formalaşır və mövqilənmə də uzun müddətli yaddaş deməkdir. Bugün bazardakı problem görünməmək deyil, yanlış xatırlanmaqdır. Brendlər tez-tez qərarlarını dəyişirlər, mesajlarını dəyişirlər. Amma mövqilənmə bir kampaniya deyil ki, siz hər ay bir fərqli mesajla çıxasınız. Sizin vahid və ucu açıq olmayan bir mesajınız olmalıdır ki, o təhrif edilməsin. Necə varsa, bu şəkildə də qalsın. Gəlin qlobal brendlərə baxın. Uzun illərdir bazarda olanlar brendlərin mesajlarına baxın. Görəcəksiniz ki, onlar vahid brend mesaj üzərindən gedirlər. Və ona görə də bugün müştərilər artıq mövqilənmə deyəndə ən yaxşı məhsulu yox, düzdür, Güney xanım dedi, qablaşdırması, onda yaratdığı hissi fərqli, amma təkcə qablaşdırmaya və məhsulun keyfiyyətinə baxmırlar, ən yaxşı məhsula baxmırlar. Onun zehnində ən aydın yer tutan markaya daha çox üstünlük verirlər. Və cümləmin, çıxışımın əvvəlində dediyim o bazar payından zehin payına yox, əksinə zehin payından bazar payına doğru yol qət etməlidirlər. Diqqətinizə görə təşəkkür edirəm. Təşəkkür edirik. Həqiqətən də bu panelin qalmağın ən böyük üstünlüklərindən biri. Hədiyyə seçimində rəqibləriniz yoxdur, daha azdır. Rahatçılıqla qazana bilərsiniz. Bu tərəfdən bir sıxıntınız yoxdur. Spikerlərdə vaxt məhdudiyyəti yoxdur. Rahatçılıqla danışacaqlar. Yəni birinci, ikinci paneldəki bu sıxma boğmalar, üçüncü paneldə heç biri yoxdur. Biz tam rahat və sərbəst şəkildə bu paneli səmimi şəkildə aparacaq. Şəbnəm xanımdan biz daha öncə bir paneldə də olmuşuq. O zaman mövqelərimiz fərqli olub. Mən spiker idim, Şəbnəm xanım moderator idi. Yaxşı məni sual boğmuşdu. Bəli. Amma bugün mənim sizə bir sualım olacaq. Çox gözəl bir mövzunu əla izah etdiniz. Mövqeləmə haqqında nə qədər danışsaq azdır. Amma mövqeləmə haqqında siz bir neçə nüans qeyd edərdiniz. Əsas bir nüansı qeyd eləməli olsaz mövqelənmə ilə bağlı bu hansı olar və bunun üçün şirkət nə etməlidir? Əslində bir nüans desək, aydın mesajdan gedəcəm. Bir də hədəf auditoriya. Hansı ki bir sual cümlə olaraq dedi ki, çox qəşəng sevdiyim bir cümlədir ki,
kimə xitab etdiyindən əlavə kimi istəmədiyinin fərqinə varmaqdır. Yəni mən həqiqətən də mən deyirəm ki, ucuz alternativi axtaran müştərilər mənim müştərilərim deyil. Mən premium əgər məhsul satıramsa, mən ucuz qiymətlə heç bir şey endirim təklif eləyə Mesajımız bilmərəm. net olmalıdır. Mesaj net olmalıdır Bəli. və ucu açıq olmamalıdır, təhrif edilməməlidir. Təhrif edilsə artıq insanların beynində fərqli-fərqli obrazlarla yadda qalacaqsınız. Ona görə mesajın seçimi də çox önəmlidir. Əla, super.